Vessalatu vesselamu ala eşrefil enbiya ve mursalin ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, dəyərli müsəlmanlar, ilk öncə özümə, sonrasını hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahda ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, bu şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Və ilk öncə Rəbbimizə sonsuz sayda həmd sənalar olsun ki, Allah Taala belə bir fürsət verir, bu cürə toplanırıq, Rəbbimizin ayətlərini oxuyuruq, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərini zikr edirik. Bu böyük bir neymətdir və buna görə Allah sonsuz sayda həmd sənalar olsun və dua edirəm ki, Allah Taala belə məclislərin sayını daha da çox etsin və bu məclislərimizi də İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, faydalı və bərəkətli dərslərdən etsin. Ramazan ayından sonra ilk dərsimizdir və inşallah ki, bugünkü mövzumuz övlad tərbiyəsi ilə bağlı olacaq və çünki məsələ önəmlidir. Burada əksəriyyət valideyndir və valideyn də necə öz övladını tərbiyə etməlidir deyənə Allah və onun Peyğəmbəri çoxlu sayda bizə xəbərlər veriblər. Və ona görə də mühümdür məsələ ki, mütləq şəkildə hər bir müsəlman buna riayət etməlidir. Və əlhəmdülillah ki, qardaşlar, görürsünüz ki, hər kəs xoşbəxtçiliyi axtarır və hər kəsən də xoşbəxtçiliyi müxtəlif yerlərdə axtarır. Kimsə düşünür ki, xoşbəxtçilik böyük evlərin, böyük sarayların, böyük qəsrlərin, villaların olmağındadır. Və yaxud da görürsən ki, kimsə düşünür ki, xoşbəxtçilik minikdədir. Hərə bir cür yerdə, axtarır xoşbəxtçiliyi. Lakin vallahi ki, nə qədər insanlar var ki, həqiqətən də işığı yanır. İndi söndürdüm. Yəni, nə qədər insanlar var ki, o villalarda, o qəsrlərdə yaşasalar da belə, lakin xoşbəxt deyirlər. Amma elə insanlar var ki, görürsən ki, balaca daxmalarda yaşayır, lakin nə qədər xoşbəxt. Ona görə də çox vaxt eşidirsiniz ki, görürsən xoşbəxtçilik nədədir, insanlar axtarırlar. Hərə bir-birindən soruşur ki, bəs xoşbəxtçilik nədədir? Xoşbəxtçilik, qardaşlarım, Allah Taala'ya ibadət etməkdədir. Xoşbəxtçilik Allahın əmrlərinə tabe olmaqdadır. Xoşbəxtçilik Peyğəmbər sallallahu aleyhi ve sellemin buyurduqlarını yerinə yetirməkdədir. Belə bir insan qəlbən xoşbəxt olur. Vallahi ki, nə qədər varı, dövləti, pulu olmasa da belə, kasıb həyat sürsə də belə, lakin onun üçün Allah Taala'nın ona verdiyi o bir qismət yemək, onun üçün böyük bir neymətdir və ona görə Allah həmd edir. Heç o varı, dövləti olan bir insan bu qədər Allah'a nədir? Həmd etmir, necə ki, görürsən ki, kasıb birisi Allaha o qədər Allah həmd edir və o qədər Allaha şükür edir. Ona görə də həqiqi sevinç, həqiqi xoşbəxtçilik Allah Taala'ya ibadət etməkdədir, itaat etməkdədir. Və dediyimiz kimi mövzu uşaq tərbiyəsi ilə, övlad tərbiyəsi ilə bağlıdır. Qardaşlarım, yəni məsələ çox önəmlidir. Çünki biz Allahın kitabına baxdığımız zaman görürük ki, Peyğəmbərlər necə öz övladlarını tərbiyə ediblər. Onlara nəyə öyrədiblər? Peyğəmbərlər Allah Taala Quran-ı Kərimdə xəbər verdiyi kimi öz övladlarına ticarət etməyi və yaxud da necə pul qazanmağın yollarını öyrətməyiblər. Onlar öz övladlarına Allaha ibadət edib ona heç bir şey şərik qoşmamağı öyrədiblər. Bütün peyğəmbərlərin qissələri haqqında Allah Taala Quran-ı Kərimdə xəbər verib. Biz baxırıq ki, Loğman əleyhissalam öz oğluna nəsihət edərək deyərdi ki, ey oğlum, Allaha şərik qoşma. Həqiqətən də şirk ən böyük bir zülümdür. Bu böyük bir dərsdir, hansı ki, peyğəmbərlər bunları öz ümmətlərinə, öz qövmlərinə çatdırıblar. İbrahim əleyhissalam
Allaha dua edirdi ki, ya Rəbbi, məni və əhli əyalımı, yəni əhli beytimi bütlərə tapınmaqdan etkinən, qoru günə. Biz görürük ki, İbrahim əleyhissalam və onun özü üçün və həmçinin əhli beyti üçün, yaxınları üçün, ailəsi üçün onların Allaha şərik qoşmaqlarına görə qorxurdu. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinə biz baxanda Allah Rasulü xəbər verib ki, qiyamətə yaxın mənim ümmətim yenidən qaydacaq o şirkə, şirk olan əməllərə. O şirk əməllər ki, hansı ki, Allah Rasulunun zamanında o bütlər var idi, Latdı, Uzzaydı. Və onları deyir, Peyğəmbər s.ə.v deyir ki, onları yenidən torpağın altından insanlar çıxaracaqlar. Torpağın altından onları, o bütləri çıxaracaq və yenidən onlara nə edəcəklər? İbadət eləyəcəklər. Yenidən onların qarşısında əyiləcəklər. Ona görə də Peyğəmbərlərin qissələrində, Peyğəmbərlərin həyatlarında bizlər üçün böyük bir nümunə, ibrət var, qardaşlarım. Allah Rasulü İbn Abbas radiyallahu anhunu, yəni əmisi oğlunu kiçik yaşında miniyinə, tərkinə mindirəndə ona dedi ki, ey oğlum, sənə bir neçə nəsiyyət eləyəcəm, bunları hamısı yadında saxla. Allahdan qorx. İstədikdə Allahdan istə. Kömək istədikdə Allahdan istə. Sığındıqda Allaha sığın. Peyğəmbər sallallahu aleyhi ve sellem o kiçik uşağı İbn Abbası örgədirdi. Və sonra nə deyir ona? Deyir, əgər bütün insanlar deyir, bir yerə toplansalar ki, sənə xeyir versinlər, Allahın yazdığından artıq sənə heç bir xeyir verənməzlər. Və yaxud da bütün insanlar bir yerə toplansalar ki, sənə zərər versinlər, yenə də Allahın yazdığından artıq sənə heç bir zərər verə bilməzlər. Artıq deyir, qələmlər qaldırılmış, səhifələr isə qurumuşdur. Allah Subhanahu taala Təhrim surəsində buyurur ki, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. Özünüzü və ailənizi cəhənnəm atəşindən qoruyun. Vallahi ki, qardaşlarım, əgər bu günləri biz övladlarımızı doğru düzgün şəkildə tərbiyə etməsək, onları tərbiyə edən o telefon olacaq, internet. O telefon onları istədiyi şəkildə tərbiyə edəcək, istədiyi şəkildə onları yönəldəcək. Ona görə də sənin üzərinə düşür ki, sən öz övladlarını doğru şəkildə Allah və Rasulun əmr etdiyi şəkildə örgədəsən. Vallahi ki, bir insanın bütün dünyası olsun, varı, dövləti, hər bir şey olsun. Lakin o insanın dini, tövhidi olmasın, o qiyamətdə ona var, dövlət bir xeyir olmayacaq. Amma bir insanın tövhidi olsun, lakin dünyası olmasın belə, Allah Teala onu həm dünyada da, həm axirətdə də xoşbəxt edəcək. Ona görə sələflərdən gəlir ki, onlar deyərdilər ki, biz deyir, şəhərdə insanlar gördü ki, valideynləri öz övladları üçün hər bir şey etmişlər. Yəni, dünyavi olaraq onları hər bir şeylə təmin etmişlər. Lakin onlara ən əsası tövhidi örgətməmişlər, dini örgətməmişlər. Və deyir ki, o şəhərdə deyir, insanlar gördü ki, onlar öz övladları üçün var dövlət yox, əksinə Allahın dinini, Quran-ı Kərim sevgisini, bunları deyir, qoymuşlar, örgətmişlər. Vaxt gəldi, illər ötdü, o uşaqlar böyüyəndən sonra digərləri dilənən gördü, o var dövlət qoyulanları. Allahın kitabını, Quran-ı Kərim sevgisini örgədənləri isə biz gördük ki, onlar hörmət sahibləridir. Hörmət sahibləri. Ona görə də Allahın dini önəmlidir, qardaşlarım. Və sələflər də bu məsələdə nə qədər çətin olsa da belə çalışardılar ki, nə etsinlər? Öz övladları üçün çalışardılar. Öz övladlarını gözəlliyi üçün, ibadət etmələri üçün, Allaha tanımaları üçün çalışardılar. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərin birində buyurur ki, hər biriniz deyir, çobansınız. Yəni, hər biriniz başçısınız. Və deyir, əlinizin altında olanlardan məhsulsunuz. Və sonra Allah Rasulü başlayır bir saymağa. Bir saymağa ki, kişi öz ailəsindən məhsuldur, fabrik, zavod və yaxud da hər hansısa bir müəssisənin rəhbəri orada olan işləyənlərdən məhsuldur, cavabdehdir. Dövlət başçısı öz dövlətində olan cəmaatından məhsuldur. Və Allah Teala da hər birini bir-birinin üzərində başçı təyin edir və bir-birindən sorumludular hamısı. Hamısı da bir-birindən sorumludular. Ona görə də deyir ki, qiyamət günü ilk valideyn övladının haqqından soruşulacaq, yoxsa övlad valideyn haqqından soruşulacaq. Ona görə də sələflər deyirlər ki, birinci növbədə valideyn soruşulacaq. Övladını necə tərbiyə edib, necə böyüdüb, necə onu doğru yola yönəldib, izah edib, başa salıb, örgədib. Ona görə də sələflər deyirlər ki, ona görə Allah Teala valideynin duası ilə
Allahın arasında heç bir pərdə yoxdur. Valideynin duası qəbuldur. Ki, sələflər, valideynlər nə etsin? Öz övladları üçün dua etsin. Və birinci, qardaşlarım, ən birinci hansı ki, yəni övlad tərbiyəsində ən önəmli məsələlərdəndir. Bunlar əsasən əsaslar çoxdur. Lakin mən bir neçəsini qeyd edəcəm. Bunlardan ən birincisi duadır, qardaşlarım. Dua. Ən önəmli olan Allah Subhanahu taalaya nə etməyi? Dua etməyi. Və biz baxırıq ki, Qurani Kərimə, peyğəmbərlərin qissələrinə Allah Taalaya dua edəndə deyərdilər ki, Rabbi həbli minəs salihin. Ya Rabbi, bizə salihlərdən övlad bəxş et. Yəni övladın olmasını Allahdan istədikləri zaman salih olmasını istəyirdilər Allahdan. Ona görə də ən birinci, qardaşlarım, Allah Subhanahu taala dua etməkdir. Sələflərdən gəlib ki, onlar danışardılar və deyərdilər ki, övlad tərbiyəsi çox çətindir. Övladı tərbiyə etməyi, böyütməyi Allahın və onun peyğəmbərinin əmr etdiyi şəkildə çox çətindir. Ona görə də bəziləri bütünlüklə bu işi Allah Taalaya həvalə edərdilər. Allah Taalaya əmanət edərdilər övladlarını. Ki, ya Rəbbi, onları doğru düzgün yola sən özün yol et. Onların tərbiyəsini sən özün düzəlt. Yəni bütünlüklə. Və bu işdə də valideyn tənbəl olmamalıdır. Əksinə duaları çoxaltmalı. Çünki biz dedik axı, valideynlə Allah Subhanahu taala'nın arasında heç bir pərdə yoxdur duası ilə. Duası qəbuldur. Ona görə sənin üzərinə düşən nədir? Allah Subhanahu taala'ya dua etmək və Allah Taala'dan nədir? Diləməkdir. Çünki hər zaman yəni sən çalışdığın kimi olmayacaq. Yəni hər zaman sən istədiyin kimi olmayacaq. Sənin üzərinə düşən duaları çoxaltmalıdır. İkinci tərbiyədə, yəni övlad tərbiyəsində əsas məsələlərdən deyir ki, ədalətli olmasıdır insanın. İnsanın, yəni valideynin ədalətli olmasıdır. Yəni ədalətsizlik etməməlidir. Elə etməməlisən ki, birini digərindən daha çox üstünlük verəsən, daha çox sevəsən və yaxud da daha çox hədiyyə almaqda, baxmaqda birinə daha çox üstünlük verəsən. Olmaz. Gəlib hədislərdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin Numan ibn Bəşir bilirsiniz ki, sahabələrdən idi və bir neçə övladları var idi və övladlarından birinə hədiyyə verir. Və zövcəsi etiraz edir ki, bəs digərlərinə niyə verməmsən? Və bu xəbəri Peyğəmbər sallallahu əleyhi və səlləmə çatdıranda Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, bu dir ədalətsizliyə mən şahidlik etmərəm və sən istəyirsən ki, dir onlar hamısı səninlədir. Eyni dərəcədədir səni sevsinlər, sənə eyni dərəcədə yanaşsınlar. Ona görə deyir, onların arasında nə olmalısan? Ədalətli olmalısan. Yəni, birinə hədiyyə etdiyin zaman digərlərinə də hədiyyə etməlisən. Digərinə də nəsə almalısan, nəsə verməlisən. Yəni, birini daha çox önə çəkib, digərlərini isə nədir? Baxmamaq olmaz. Həmçinin, qardaşlarım, deməli, övlad tərbiyəsində məsələlərdən biri də valideynin yumuşaq olmasıdır, mərhəmətli olmasıdır. Və bu da, qardaşlarım, sərtliyin, kobudluğun əksidir. İnsanın öz övladlarına qarşı mülayim və mərhəmətli olması sərtliyin əksidir. Və deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında deməli, Ərqa ibn Həris var idi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Həsəni və Hüseyni öpürdü öz nəvələrini. Və bu görür onları, deyir ki, ya Rasulallah, bəs siz deyir, öz övladlarınızı öpürsünüz. Halbuki deyir, mənim 10 dənə uşağım var, amma onlardan heç birini mən deyir, öpməmişəm. Və Allah Rasulü buyurur ki, kimdir rəhim etməsə, ona rəhim olunmazdır. Başqa bir rəvayətdə gəlib ki, deyir, siz uşaqlarınızı öpürsünüz, biz deyir, öpmürük. Və Allah Rasulü buyurur ki, əgər Allah rəhməti sənin qəlbindən çıxarıbsa, onda deyir, mən artıq nə edə bilərəm? Valideyn övladlarını sevməlidir. Valideyn övladlarını etməlidir, öpməlidir, əzizləməlidir, qucaqlamalıdır. Bunlar hamısı icazəlidir şəriətlə. Bunlar hamısı rəhmətin, mərhəmətin nədir? Göstəricisidir. Rəhmətin və mərhəmətin göstəricisidir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah Taala 100 rəhmətdən birini yer üzünə göndərib. Yəni, əgər Allah Taala'nın rəhmətini təsəvvür etsəniz, onun yalnız bir hissəsini göndərib Allah Subhanahu taala yer üzünə. Ona görə də o bir dənə rəhmətlə ki, yer üzündə olan insanlar nədir? Bir-birlərinə qarşı rəhimli və mərhəmətli davranırlar. Həmçində heyvanlardır. Həmçinin, qardaşlarım, deməli,
övlad tərbiyəsində olan əsaslardan biri də mütləq şəkildə kiminlə dostluq etdiyinə baxmalısan. Vallahi ki, bu məsələdə çox laqeyd yanaşırıq. Kiminlə oturub durduğuna, kiminlə dostluq etdiyinə fikir vermirik övladlarımıza. Ən azı indi bilirik ki, məktəbdir. Məktəbdə uşaq dostları var, onlarla bir yerdədir və bilirik ki, hamısı yaxın bir məhəllələrdən gəlirlər həmin o məktəbə. Ən azı sən bir dəfə, iki dəfə getsən və oğlunun və yaxud da qızının kimlərlə oturub durduğunu görsən, bu sənə kifayət eləyəcək. Ki, bir ata kimi, yəni biləsən ki, uşaq kimlərlə oturub durur, kimlərlə dostluq edir, kimlərlə gəzir. Ona görə Peyğəmbər s.ə.v buyurur ki, kişi dostunun dinindədir. Yəni burada təkcə dindən söhbət getmir. İstənilən bir şeydə pis dostdursa, onu çəkəcək özünə tərəf. Ona görə Allah Rasulü pis dostla yaxşı dostu misal çəkəndə körük vuranın misalını gətirdi. Ətir satanın misalını gətirdi. Sən ətirçinin dükanına girməsin, girsən də belə, ətir almasan, lakin oranın o ab-u havası iyisi səni vuracaq, xoş qoxusu. Yaxşı dost da belədir. Pis dost isə körük vuranın misalına bənzətdi ki, Allah Rasulü ki, onun yanına girsən də belə, o pis qoxusu sənin bədəninə, paltarına hopacaq. Ona görə pis dostdan övladları nə etmək lazımdır? Qorumaq lazımdır və həmçində fikir vermək lazımdır. Bundan əlavə pis dost, elə telefonun özü ən pis dost. Baxmalısan, uşaq nəyə baxar? Nəyə? Bəzi valideynlər elə düşünürlər ki, uşaq da qoy bunu verim ona telefonu, sakit dayansın, sesi gəlməsin. 1-2 saat başı qarışsın. Vallahi ki, olmaz. Belə etmək olmaz. Bu əksinə o uşağı nədir? Həlak etməkdir. Həmçinin, qardaşlarım, övlad tərbiyəsində əsas məsələlərdən biri də valideynin özünün nümunə olmasıdır. Yəni, mütləqdir ki, sən öz uşağına nəyi əmr edirsənsə, onu özün etməlisən. Nədən çəkindirirsənsə, qadağadır. O özü qadağan nədir? Özünü tərk etməlisən o qadağa. Valideyn var, siqaret çəkir, uşağına deyirsən, siqaret çəkməyə, var, siqaret çəkənlərlə oturma. Özün çəkirsənsə, uşaq səni görür, sən siqaret çəkirsən. Ona görə də şərtdir ki, mütləqdir ki, sən valideyn özün nümunə olmalısan və göstərməlisən övladına ki, bax, mən bu şeyləri eləyirəm, sən də etməlisən. Bu qadağalardan çəkinirəm, sən də qadağalardan çəkilməlisən. Ona görə də Quran-ı Kərimdə Şuayb əleyhissalam haqqında danışılır. Şuayb əleyhissalam öz xalqına dedi ki, mən sizə əmr etdiyimi özüm pozmaq istəmirəm. Yəni, nəyə ki, sizə əmr etmişəmsə, onu özüm pozmaq nədir? İstəmirəm. Ona görə də valideyn mütləqdir ki, öz övladına nədir? Nümunə olmalıdır. Nümunə olmalıdır öz əməlləri ilə. Öz əməlləri ilə. Və Kəhf surəsindəki o Musa əleyhissalam ilə Xızır əleyhissalamın qissəsini xatırlayırsınız. Məşhur bir qissədir ki, hansı ki, Musa əleyhissalam orada bir çox hadisələrlə qarşılaşır və sonuncu olan hadisə, hansı ki, o uçmuş divar var idi, o divarı ki, Xızır əleyhissalam təmir edir və deyir ki, 2 dənə yetim uşağındır, hansı ki, onlara atalarından qalır və onlar həmin o divarın altından atalarının onlara qoyduğu o mirası tapırlar. Mirası tapırlar. Və orada da səbəb kimi nəyə gətirir? Onların atalarının salih olmalarını gətirir. Xızır əleyhissalam deyir ki, çünki onların ataları salih idi. Əgər sən salih olacaqsansa, qardaşlarım, sənin o salihliyin Allah subhanahu ta'ala səbəb eləyəcək ki, həm sənə, həm sənin ailənə, sənin ailəndən də sonra gələn digər nəsillərə nə edəcək? Təsir edəcək. Digər nəsillərə də təsir edəcək, qardaşlarım. Ona görə də bu, yəni adi elə belə bir şey deyil. Əgər sən gecə və gündüz Allah subhanahu ta'ala ibadət edirsən, Allahın əmrlərini yerinə yetirsən, Peyğəmbər sən buyurduqlarını yerinə yetirirsənsə, bilginlə ki, sənin etdiyin o yaxşı əməlləri Allah Taala səndən sonra gələn sənin nəslinə nə edəcək? Təcəlli edəcək, təsir edəcək. Təsir edəcək. O bizdə belə bir misal var, deyir ki, mənim nəslimizdə heç kəs ibadət etmir, babam ibadət eləyir, namaz qılıb, filan. Görürsə, o təsir edir insanın bütün nəslinə. Həmçinin də günahlar da elədir. Günahlar da iz qoyur. Həmçinin qardaşlarım, deməli, tərbiyədə önəmli məsələlərdən biri də 6-cı öyrətməlisən və həmçində doğru düzgün şəkildə nəsihət etməlisən. Doğru düzgün şəkildə nəsihət etməlisən. Ən önəmlisi, qardaşlarım, tövhidi öyrətməkdir. Tövhidi övladlarımıza nə etməyə öyrətməkdir.
La ilahe illallah kəlməsini izah etməkdir. La ilahe illallah kəlməsi hansı mənasını daşıyır və nə deməkdir, bunların hamısını başa salmaq lazım. Necə ki, Musa əleyhissalam gəlidir ki, ya Rabbi, mənə elə bir kəlmə öyrət ki, onu sənin qullarından, yəni heç kəs deməsin, mənim üçün yeni bir şey olsun. Allah Teala deyir ki, dinən la ilahe illallah. Və Musa əleyhissalam deyir ki, ya Rabbi, axı, bütün qulların sənin bu kəlməni söyləyir. Və ondan sonra Allah Teala deyir ki, əgər tərəzinin bir gözünə la ilahe illallahı qoysalar və digər gözünə isə 7 qat göyü, 7 qat yeri və onlar arasında varsa qoysalar, la ilahe illallah kəlməsi ağır gələcək. Bu kəlmənin nə qədər əzəmətli olduğunu, bu kəlmənin nə qədər dəyərli olduğunu insanlara, övladlarımıza başa salmalı. Peyğəmbərlərin məhz buna görə öz qövmləri ilə döyüşdüklərini, bu qövmlərini, insanları buna çağırdığını izah etməli. Ki, tövhid, tövhid. Əgər sənin tövhidin olmazsa, digər hamısı bütün əməllərini puç olacaq. Övlad üçün ən yaxşı müəllim tutmağa çalışırıq. Axtarırıq, hər müəllimi bəyənmirik. Övlad üçün ən yaxşı idman müəllimi axtarırıq ki, harada yaxşı zal var, harada yaxşı idman müəllimi var, qoyum onun yanına. Hər kimi də bəyənmirik. Həmçinin digər məsələlərdə də çalışırıq ki, belə ən yaxşısını tapaq. Yaxşı, bəs dinə gələndə, Allahın əmrlərinə gələndə, Peyğəmbər s.ə.v əmrlərinə gələndə niyə bunu etmək istəmirik? Səhər tezdən uşaq məktəbə getmək istəmir saat 8-də. Zorla durğuzuruq, döyə-döyə göndərirsən onu məktəbə. Sübh namazını elə durğuzursan uşağı. Yaxınlaşırsan, uşaq deyir, yatmaq istəyirəm, o ayaqda deyirsən, ürəyin yanında deyirsən, yaxşı, yat, yat. Məktəbə təpikləyib göndərir ki, dur, ged məktəbə. Deməli, nədir? Özümüz təqsirkarıq. Eyni qaydada oruca, Ramazana, nə qədər yazırlar Ramazandakı uşaqdır. Deyirəm, neçə yaşı var? Deyir, 14. Deyir, qoy gün ortaya kimi tutsun. Və yaxud da yarısını tutsun, yarısını tutmaz. Belə oruc olur, qardaşlarım. Başqa işlərə necə məcbur edir? Gündə 3 dənə müəllim yanına gedir. Göndəririk də, məcbur edirik ki, oxumalısan. Yəni, Allahın dininə gələndə niyə belə etmirik? Allahın dininə gələndə niyə zəifliyi göstəririk? Ürəyimiz yanır. Əksinə, vallahi ki, öyrətmək lazımdır və o tənbəlliyi onlardan qaldırmaq lazımdır. Uşaqdır, ona nə öyrətsən, nə desən, götürəcək onsuz da ona. Nə desən, nə öyrətsən, onlara hamısını nə edəcək? Götürəcək, qardaşlarım. Ona görə də mütləqdir ki, qardaşlarım, tövhid həm bu dünyada, həm də axirətdə hər bir kəsin xoşbəxtçiliyidir. Xoşbəxt o insandır ki, onun tövhidi var. Həm bu dünyada xoşbəxt olacaq, həm də axirətdə nədir? O insan xoşbəxt olacaq. Çünki tövhidi olduğu üçün. Tövhidi olduğu üçün. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin İbn Abbasa etdiyi nəsihət hər birimiz üçün də dərsdir ki, biz də övladlarımızı o cür şəkildə nə etməliyik, nəsihət etməliyik. Bu məscidə gətirməlisən. Elm məclisləri olanda gətirin elm məclislərinə, otursunlar, o görsünlər. Müsəlmanların bir yerə toplanmasına, cümə namazlarına gətirin. Qoy gəlsinlər, cümə namazını, müsəlmanların bir yerə toplandıqlarını, cəm olduqlarını görsünlər. Bunların hamısını ata öz övladına nə etməlidir, izah etməlidir, ona başa salmalıdır. İçin mən qarşıq. Hamımız bu məsələdə nədir? Laqeyd yanaşırıq, tənbəl yanaşırıq. Amma əksinə, yenə də deyirəm, elə bir dövrdür ki, elə bir vaxtdır ki, sən onlara başa salmasa, öyrətməsə o telefon onlara hər şey öyrədəcək. Dindən başqa hər şey öyrədəcək onlara. Allah Subhanahu taala dua edirəm ki, Allah Taala bizi eşidib faydalananlardan etsin. Bizləri həqiqətən də dünyada da və axirətdə də möhkəm bir kəlmə olan la ilahe illallah kəlməsi ilə sabit qədəm etsin. Doğru, düzgün şəkildə övladlarımızı tərbiyə etməkdə, onları böyütməkdə, onlara Allahın dinini izah etməkdə bizə yardımcı olsun. Dua edirəm ki, Allah Subhanahu taala bütün müsəlmanlar ailələri ilə bir yerdə cənnətin ən yüksək məqamı olan Firdovs cənnətinə yerləşdirsin. Allah razı olsun. Kimin nə sualı varsa versin. Yoxdursa mən verəcəm.